Xoş gördük sizi əziz tamaşaçılar. Bugün yenə limandayıq. Əslində hər şirin söhbət şən zarafat limanındayıq. Desək heç də yanılmarıq. Deyirlər gülən adamlar həyatda daha ciddi olurlar. Onu səhnədə gülən, güldürən, mülayim və səmimi xarakteri ilə sevən tamaşaçılar ilə bugün çox maraqlı bir görüş gözləyir. Elə isə vaxt itirmədən qonağımızı qarşılayaq. Xoş gəlmisiniz Bəhram bəy bizim limanımıza. Xoş gördük sizi. Sizi burada görmək həm böyük məsuliyyət tələb edir, həm də biraz təhlükəlidir. Niyə? Çünki Şən və Hazır Cavablar Klubunun üzvü olaraq çox məsuliyyət tələb edən bir veriliş olacaq bugün. Belə isə keçirək masamıza və suallarımıza başlayaq. Buyurun. Bəhram bəy, siz həm aktyorsuz, həm rəssam, həm də gülücü ustası. Bu qədər fərqli yaradıcılıq sahələri arasında sizi ən çox ifadə edən hansıdır? Mən onu dəfələrlə demişəm. Ata, mənim ən böyük peşəm ata olmaqdır. Aktyorluq eləmişəm vaxt ikən, KVN-də 35 il oynamışam. 40-a yaxın filmləri çəkilmişəm. Rəssam kimi bir neçə sərgim olub. Rejissor kimi də işlərim olub, amma ən yaxın mənə peşə olan ata olmaqdır, valideyn olmaqdır. Uşaqların tərbiyəsində məşğul olmaq və bu cəmiyyətə, bu ölkəyə, gözəl ölkəyə, bu məmləkətə yeni, namuslu, qeyriyyətli vətəndaş verməkdir. Və bundan həzz alınır. Hər yaradıcı insanın içində bir uşaqlıq xatirəsi, bir başlanğıc nöqtəsi olur. Sizin sənət yolunuzun başlanğıcı nöqtəsi hardan başlayır? Məndə heç başlamırdı, məndə davam edir. Çünki mən daxilində 53 yaşında uşaq oturub orada daxilində və o idarə edir və mən hələ böyüməmişəm. Mənim ən sevdiyim kinodramaturq, İtalyan kinodramaturqu Tanina Guerra deyirdi ki, biz artıq bir dəfə cənnətdə yaşamışıq, o da bizim uşaqlığımız olur. Və o çalışıyorum cənnətdən çıxmayayım, o cənnətdə yaşayım. Və Allah Subhanahu Teala nə qədər mənə ömür qismət edibsə, inşallah uşaq qalmaq istəyirəm. Ona görə məhz indi də uşaq ədəbiyyatı ilə məşğul olan və həm naşir kimi son vaxtlar bilirsiniz də kitablarım çap olunur, uşaq ədəbiyyatı və mənə artıq o sahə maraqlı. Çünki o mənə imkan verir, icazə verir ki, mən uşaqlığımı davam etdirim. Bəhram bəy, bəs sizin həyatınızda önəmli olan İnsanlara kitab yazmısınız heç? Yazmışam. Müəllimlərim haqqında yazmışam. 189 sayılı orta məktəbin şagirdlərinə yazmışam. Bakı haqqında yazmışam. Bakını sevən insanlara yazmışam. Ən çox sevdiyiniz hansı olub? Kitablarım, hamısını sevirəm. Hamısı mənim övladlarımdır. Və bundan sonra da Allah Taala qismət eləsə, yeni kitablar artıq onları sevirəm. Çünki mən ümumiyyətlə öz peşəmi sevirəm. Və o işdə hansısa mən məşğul olam, mən onu sevirəm. Bu uşaqlar necə qəbul elədilər Bəhram əminin kitablarını? Sevdilər. Çünki Bəhram əmi səmimidir. Çünki onlara mən hamısına öz övladım kimi yanaşıram. Onların hamısını sevirəm. Çox istəyirəm hamısını. Mən o istəməsəm onu mənə heç kim məcbur eləyə bilməz ki, uşaq ədəbiyyatı çox ağır sahədir. Mən onu sevirəm və hər gündə atama, anama dua edirəm, Allah rəhmət eləsin ki, o sevgini onlar mənə verdilər.
Deyirlər ki, Bəhram, əgər sən hansı bir işlə məşğul olursansa, sən onu sevməlisən, sevə-sevə etməlisən. Sevəndə də uşaqlar da qəşəng olur. Bəli. Və mən öz hobbimi çevirdim peşəyə. Çoxları mənə sual verir ki, biz necə oldu? Çünki mənim ilk işlədiyim yer, mənim qabaq bilməmdə var yoxsa əmək kitabçası. Orada yazılmışdı ilk iş yerim Azərnəşrin 26 Bak komissarı mətbəəsini fəhlə. Mən 3 il fəhlə işləmişəm, rulonlarla kağız daşımışam. Və orada kefir içə-içə, bublik yeyə düşünürdüm ki, nə vaxtsa bu mətbəədə mənim kitablarım çıxacaq. Və doğrudan da elə oldu. Üstündən 5-6 il keçdi, ilk kitabım Azərnəşrdə çap olundu. 23 yaşım vardı, 1995-ci ildə Bəhram Barzadənin karikaturaları. Hava nəmli, liman sakit, axsaçlı dalğalar dərin, soyuq sularda itən baxışları gizlədir. Hardasa qağayılar qışqırır, dəniz susur, dəniz səhvi bağışlamır. Elə bu məqamda Kapitan Sənol rubrikasına keçid alırıq. Bəhram bəy, növbəti rubrikamız Kapitan Sənol rubrikasıdır. Deməli, keçid alırıq kapitanımızın yanına. Azər bəy, salam, xoş gördük sizi. Sağ olun. Şükür. Xoş gəlmisiniz Bəhram bəy. Xoş gününüz olsun Azər bəy. Bu bizim şturval, bu sağ maşın, bu sol maşın. Buyurun, idarə edin. Ən maraqlısı odur ki, 1979-cu ildə Bağçadan artıq keçirdim məktəbə. Mənim müəlliməm soruşdu ki, sual verdi. Tək mən yoxdur, bütün şagirdlər ki, öyrəndə kim olmazsın? Mən demişim, dənizçi. Bəli. Və artıq 50 yaxın il keçib və bu günləri mən özümü dənizçi hiss elədim. Mən sizin haqqınızda bu məqaləni oxumuşdum. Elə o sualımı sizə vermək istəyirdim. Bu günləri mənim o xəyallarımı, arzularımı gerçəkdə Azər müəllim. Ya Allah, getdi. Həzz alıram. Sıfırdan salıram 20'ye baxın. Artıq 9, 10, 11 və gəldi baba böyle asta həzz alıram. Mən bunu tez edə bilərəm. Peşəkarlar ki, onu istəmirəm. Və 20'də artıq gəlib yanlarına. Gördünüz? Pap 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 pap. Çok sağ olun. Sağ olun, sağ olun. Qoruc jurnalının, Qaleriya jurnalının naşiri oldunuz. Bu qədər sevgi ilə yaşayan bir insan üçün. Arzularımın şəhəri, arzularımın tərcümanı ola bildimi? Mən bu şəhəri çox sevirəm. Və bu şəhər gördüyünüz mənim davamımdır. Və Qaleriya jurnalı da, arxitektura, arxiqalereya və s. İstər-istəməz hara getsəm də birinci növbədə Bakı mövzusu var məndə. İstəyir kinoda, istəyir Həlfəcində, istəyir açıqcalarda, istəyir sərgilərimdə, fotolarımda, geyimimdə, libasımda, hətta ətmimdə. Mən bu şəhərin qürurluyam. Halbuki babalarım, nənələrim bura gəliblər. Heç biri Bakının Tarğoğlu küçəsində anında oldu. Hamısı bir rayondan, biri kəndlər və s. Amma mən bu şəhəri doğrudan bu çox sevirəm. Karikaturalar, şartlar yarandı, foto sərgiləriniz keçirildi. Bu bir ehtiyac idi, yoxsa mənəvi axtarış? Fransızlar onu deyir epatajnız, epataj olmaq. Mən bunu eləyirdim çünki mən 20, 23, 25, 30 yaşında, hətta 35, 40 kimi epatajın edim. Keçirdim çünki mən bu xoşuma. Artıq son 5-də mən bu işlərlə məşğul olmam çünki
həvəsim yoxdur. Ona görə uşaqlarla məşğulam. Uşaqlarla işlər aparaq, məşğuliyyətə aparaq, uşaqlarla dostluq edirəm. Onlarla məsləhət. Məsləhətləşirsiniz. Bəli. Böyüklərlə bir mən başa düşdüm ki, Allah Subhanahu taala Quranda buyurub ki, hər bir insan daxilində özünü dəyişmək istəmirsə, Allah Taala ona kömək eləməyəcək. İçəri şəhər hani bax burdadır da, İçəri şəhər. Maralı tarixi fakt danışıram sizə. Qoşa qala qapısı var da içəri. Bəli, Qoşa qala. Qoşa qala 2 dənədir. Halbuki çoxlar bilir. Qabaq o qala deyək də İçəri şəhərin bir qapısı olur. İçəri şəhərlər gəlirlər merə, o vaxtki qubernator. Deyirlər ki, mümkündür atların, arabaların, insanların sahib bakışı çoxalır. Bir də o qapı çatdırmır. Dinləyin, gəlin ikincisini açaq. Qubernator, o vaxtki mer, gəlin ikinci darvazanı açaq ki, bilsinlər arabalar girsin, ikisindən çıxsın. Və 150 il üstündən keç. Sonra versin ki, Bəhram, indi ikinci darvazanı harada açmalıyıq? Açmaq olar. Ola bilsin, indi tamaşaçılar şoka düşsün. Amma mən istəyərdim ki, paralel olaraq şəhəri bax, simmetrik bölək, həmən İçəri şəhəri ikincisini Ağşəhərin qabağını edəcək. Mərdəkanda, Mərdəkan. Oğuzxanıda, Sarayda, Kürdəxanada lazımsız yerdə köhnə daşlar var. Bəli. Baxımsız daşlar var. Bu daşları götürürük, həmən Qız qalasını tikirik otel formasında. Təzə İçəri şəhər salırıq və Bakı şəhərində nə qədər rəssam var, heykəltaraş var, kəlağayı, tikər düzəldən, nə bilim, samavar düzəldən, qalereyalar, balaca kinoteatrlar, musiqi, şou. Həmən bu şəhəri, köhnə şəhəri təzəsinə tikirik və turistləri ora yönəldirik. Həm bu şəhər başlayır tarixi abidələr, həm də bütün yaradıcı insanlar təsəvvür edirsiniz, büdcəyə nə qədər pullar gələr. Vallahi Və təbii. bu İçəri şəhərdə də köhnə. Məndə olan məlumata görə bir 15 il bundan qabaq kitab buraxmışdım. İçəri şəhər kinolentах. Yəni İçəri şəhərdə çəkilən filmlərin kataloqu. Təqribən 138 film çəkilib İçəri şəhərdə. Bu boyda tariximiz var. Bu boyda filmlər çəkilib. Balaca bir ərazidə. Amerikanlar da çəkilib, Hindistan, Hollywood, Bollywood, Rusiya, keçmiş SSR, Azərbaycan film. Bunların qəşəng şəkillərini qoyurlar. Libasları, şlyapaları, Nəsiminin çalmasını, nə bilim, Nikolinin kepkasını və minlərcə xaricə gələcək, inanın mənə, ərz alacaqlar ki, onun bu boyda şəhərdə, balaca bir İçəri şəhərdə bu qədər film. Macəra, rahatlıq və etibarlı yol yoldaşı. Venta, dalğalara açılan yelkən, lüks və xidmət məmnuniyyəti. Bizimlə səyahətə hazırsınızmı? İndi isə gəmimizdə yelkənləri qaldırmağın vaxtıdır. Keçid alırıq yelkənli suallara. Deməli, qısa və lakanik suallar və cavablar olacaq. Hazırsınız? Mən həmişə hazıram. O zaman başlayaq. Buyuruz. Bəhram bəy, dənizin sakitliyi sizi darıxdırır yoxsa dincəlirsiniz? Mən özüm dənizəm. Necə bilirsiniz, həyat komediya janrındadır yoxsa tragikomediya? Həyat hələ həyat. Hər insan özü üçün seçir yolu. İstəyir komediya, istəyir tragikomediya. Gözəl. Sizcə gülüşün rəngi var və əgər varsa, o hansı rəngdədir? Nəinki rəngi var, onun hətta ətirləri var, qoxusu var. Amma hər insan onu duya bilmir. Nəyə heç vaxt gülməmisiniz? Olur bu sual cavab verdim, amma efirə geçsin ki, bu sual siz verdiniz,
Amma Bəhram Bağzadə bu suala cavab vermədi. Qoy bu sualı hər bir sin tamaşaçı özünə versin. Mən onu bilirəm, amma demək istəmirəm. Əgər bir filmə öz həyatınızı çəksəydiniz, adını nə qoyardınız? Vaqif Mustafazadənin bir kompozisiyası var. Tənhalıq. Amma tənhalıq özü də kampaniyadır. Düşünməsinlər ki, tənhalıq təksən. Xeyr. Sadəcə olur Artur Schopenhauer deyirdi ki, insan əgər müdrikliyə gedirsə, o artıq uzaqlaşır kütlədən. Və o demək deyir ki, o tənha qalır. O Allah'la ilə olur, o kosmos olur, o düzdür, rəhmətli adam həmişə deyir ki, təklik ancaq Allaha məxsusdur. Amma insan tək olmağı bacarmalıdır. Bunu peyğəmbərlərimiz də deyir, rəsullarımız da və s. Söhbət düşünən insan mən dedim. Bəs Bəhram bəy, bir gün səhnədən geçsəniz, Mən artıq səninlə getmişəm. Bəhram Bağırzadə Mən səninlə deyiləm. Kim olaraq qalmaq istərdiniz? Allahın bəndəsi. Çox şaxəli yaradıcılıq və zaman. Bu tələsməkdir, yoxsa vaxtı boşuna israf etməmək? Quranda yazılır ki, ən böyük bərəkət bu dünyada vaxtdır, zamandır. Bunu düzgün sərf eləməli. Qabaq tələsirdim, amma son 5 ildə heç nə tələsmirəm. Yavaş-yavaş həyatımı yaşayıram, həzz alaraq. Və hər bir insanın həyatında, düşünən insanın elə bir məqam gəlir ki, özü üçün partnyor axtarır ki, gəlib yaxşı qulaqsın. Əgər bir gün gəminiz sahilə çatsa, ilk öncə orada kimi qucaqlamaq istərdiniz? Valideynlərimi çox istəyirəm, onları qucaqlayım, hönkür-hönkür kövrəli və deyim, papa, mama, я вас не подвел. Hansı sualı eşitmək istərdiniz, amma mən o sualı sizə vermədim? Bəhram, sizə sual deyir, bəlkə çay gedəyim, hə? Bakı, daha çox nostalgiya yoxsa gerçəkləşən xəyallar? Valla nə gerçəkləşən xəyallar, nə köhnə Bakı, nə təzə Bakı. Bakı, Bakı. Bakı dünən, Bakı bugün, Bugün Bakı sabah. Və mənim nə qədər gücüm var, son nəfəsimə kimi mən onu eləyəcəm. İstəyir memarlıqda, istəyir sənət, istəyir kitab formasında, istər-istəməz get. Amma əgər Bəhram deyilsə, mən Bakını sevirəm, o demək deyil ki, mən Azərbaycanı sevirəm. Azərbaycan hər bir nöqtəsini, hər bir kəndini, hər bir şəhərini, hər bir insanı sevirəm mən. Amma burada ana olduğuma görə Burası daha mənə çoxları deyərsəm, babam Baskallıdır. Sən necə Baskal? Demə, mən necə deyim, mən Baskallıyam? Mən babam Baskallı olurlar. Mən balkonda Kubinkada böyüyən Baskallarla. Mən necə deyim ki, mən Baskallıyam? Ay xanım, düzdür. Baskal haqqında mən nə yaza bilərəm, necə? Mən axı Baskalda olmuşam. Gözünüzü axı Bakıda açmısınız. Zalbada sayısı 3 gün Baskallı yaşamamışam. Amma bu şəhərdə, paytaxtda yaşamışam və sevirəm. O demək deyil ki, mən Baskalı sevirəm. Baskalı da sevirəm, Şamaxını da sevirəm, Şuşanı da sevirəm. Və digər Bakının kəndlərini sevirəm. Ümumiyyətlə, mən sevməyi bacararam. Ondan gözəl şey yoxdur. Mənim ən sevdiyim rejissor Federico Fellini, o da mənə kimi. Daha doğrusu, mən şlyapa taxmışam. Federico Fellini dünyasını dəyişəndə siz kimi bir qəşəng gözəl jurnalistki gəlir, reanimasiya gelir. Və bütün İtaliya bilir ki, artıq o dünyasını dəyişir. 3 gündən sonra Federico olmadı. Jurnalist sual verir ki, Federico ölüm ayağındasınızda az qalma, onlara demək, amma hamısı başa düşür bütün İtaliya ki, indiki bu vəziyyətdə nə istəyirsiniz? Deyir sevmək, yenidən sevmək. Vacib verir qadına yenə, estağfurullah. Bizimkiler de statusla qadınsı. Tök qadından qeydmir. Bayraq, böyük bayrağımız var.
sevmək, şəhəri sevməyi bilirəm. Sevməyi bacarırsansa, Bacarmaq. səndə hər şey olacaq. Əldən gedən ən qiymətli dəyər nəyə hesab edirsiniz? İnsanın səhhəti, can sağlığı, getdi qaytarmaq olmuyor. Mən bunu sizə deyirəm, bir Covid xəstəlik tutan bir insan kimi o dünyadan qayıdandan sonra mən başa düşdüm ki, insana birinci növbədə can sağlığı lazım. Ola bilsin də biraz primitiv cavabdır, amma inanın mənə, bunu ancaq o mərhələləri keçən insanlar yeyə bilər, başa düşə bilər. Başa düşürəm. Anlıyor ki, mən nə demək istəyirəm. Kitaylarda, Çinlərdə bir şey var. Deyir, insanın 1000 dənə problemi ola bilər, 1000 dənə. Amma insan deyir, bir yeri ağlayanda 1000 problem yaddan çıxır, 1000 problem bir dənə problem qalır, bu hissə, ağrı hissəsi. Tək o 1000 dənə problem olsun, canı sağ olsun, bu məsələləri həll edə biləsən. Yerbəyə edə bilərsən, Bakılar demişlər. Amma ağıran məsəl. Halbuki Ranevskaya, dahi Rus aktrisası, deyirdi ki, sağlamlıq nədir, səhər oyandı o, artıq digərin yeri ağrıyırsa, deməli, sən Həyatdasan. Yaşayırsan. Verilişimizin bu məqamında Bento Yaxtaya təşəkkürümüzü bildiririk bizim üçün yaratdığı bu gözəl şəraitə görə. Bəhram müəllim, verilişimizin sonuncu rubrikası sualım vardı. Keçən verilişimizdə Məleykə xanım Əsədova idi. Görək sizə nə sual ünvanlayıb. əgər dəniz dansaydı, bizimlə sual verir. Mənə gəlir ki, dənizin artıq sualları bizi bitir. Dəniz heç bizi danışdırmazdı. Bu suallar bizə yoxdur. O sualları biz özümüzə verməliyik ki, biz nələr etmişik, nə edib bilərik. Amma inanın mənə, mən özüm daxildə dəniz olan bir insan kimi, inanın mənə, dənizin sizə sualı yoxdur. O sualları özünüzə verin. Gözəl. Cavabınızı aldıq və İndi isə mən baxsız çəkimə ki, və sual verməliyəm və bu sualı yazmalıyam. eyni. Söndür o da etmək lazım. Dəniz kimi hər söhbətin bir sahili olur. Biz bugün Bəhram Baxırzadə ilə gülüşün arxasındakı dərinliyi, zarafatın içindəki həyatı gördük. Dalğalar gəldi, keçdi. Amma söhbətin izi qaldı. Səmimiyyətdə, sözlərdə, baxışlarda. Liman isə elə bunun üçündür. Gəlib dayanmaq, biraz nəfəs almaq, biraz da özünü dinləmək üçün. Belə. Gələn dəfə başqa bir küləklə, başqa bir yolçu ilə, amma eyni dənizlə görüşənədək.